Bugün sizi 2 mərtəbəli layihələrimizdən biri ilə tanış edəcəm. Layihəmizdə ön hissədə geniş teras verilmiş və evin girişi bu hissədə dizayn edilmiştir. Girişdən solda dolab verilmiş və ev 2 hissəyə bölünmüşdür. Sol hissədə ümumi geniş 40 kvadratlıq bir zal, sağ hissədə isə aşağıda mətbəx, hansı ki həm terasa, həm də ön fasada olan çıxışları, yuxarı hissədə çamaşırxana və sanitar qovşaq yerləşdirilmişdir. Üst hissədə bizdə sağda yataq otağı verilmiş və 17-50 kvadratdır. Mərkəzdə yerləşdirilən pilləkən qəfəsi həm görüntü olaraq, həm də həcm olaraq minimal həddə çatdırılmış və dizayn edilmişdir. İkinci mərtəbədə bizdə pilləkəndən qalxdıqdan sonra sağda yataq otaqları, ümumi sanitar qovşaq yerləşdirilmişdir. Üst hissədəki yataq otağımız 16 kvadrat, sanitar qovşağımız 6-16 kvadrat, qardırobumuz isə 6-30 kvadratdır. Aşağıdakı geniş yataq otağımız 20 kvadrat, sol hissədəki master bedroomumuz içərisində qardırob və sanitar yerləşdirilmiş, qardırobumuz 5 kvadrat, sanitar qovşağımız 6 kvadratdır. Yataq otağının öz sahəsi isə 16 kvadratdır. Həmçinin yataq otağının özünə balkon verilmişdir. Fasaddan görünüş olaraq bu hissə açıq saxlanılmış və çöldən geniş sütunlar verilmişdir.